Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Biz ötən dərslərimizdə filosof və ariflərin tövhidin bölgüsü barəsində söylədikləri kəlamları, sözləri oxuduq. Bugünkü dərsimizdən isə yeni bir mövzuya keçid alacaq. O da Allah Təbarək və Teala'nın feilləri barəsindədir. Əlbəttə, bu mövzu çox geniş mövzudur. Həddən artıq bu barədə mətləblər, kəlamlar var. Biz istəyirik bu mövzuların içindən birini seçək və onun barəsində danışaq. Allah Təbarək və Teala'nın feillərində hədəf nədir? Görəsən, yəni ilk sualımız bu olacaq. Hədəf var yoxsa yox? Allah Təbarək və Teala ki, bu işi görür. Deyək ki, bu aləmi xəlq edib, insanı xəlq edib, kainatı xəlq edib, yaradıb. Bu yaranışda, yaratmaqda bir xüsusi bir hədəfi var idi, yoxsa yox? Bəzilərinə görə, məsələn, əşərilərə görə, xeyr, Allah Təbarək və Teala'nın heç bir hədəfi yox idi. Bəzilərinə görə hədəfi var idi və bu hədəf Allah Təbarək və Teala'nın özünə qayıtmır. Bu hədəf qayıdır insanlara, məxluqlara. Bəzilərinə görə isə xeyr, Allah Təbarək və Teala'nın hədəfi var və bu hədəf Allah Təbarək və Teala'nın özünə qayıdır. Və bu da heç də Allah Təbarək və Teala'nın naqis olması ilə nəticələnmir. Deməli, çox dəqiq bəhslərdəndir, münaqişəli bəhslərdəndir. Biz istəyirik Qur'an-ı Kərim baxımından bu məsələni araşdıraq. İlk öncə yaxşı olar ki, hədəfi məna edək. Hədəf deyəndə nəyi nəzərdə tuturuq? Hədəfin bir lüğəvi mənası var, leksik, bir də terminoloji mənası var. Leksik mənası budur ki, məsələn, biz deyək ki, bir dənə ox atan, oxu müəyyən bir çərçivəyə atırsa, yəni nişan alırsa, ona deyərlər hədəf. Məsələn, hədəfə vurdu. Amma ürfdə adətən ki, məsələn, deyirlər filan şey hədəfdir, mənim hədəfimdir, adi insanlar bunu dilə gətirirlərsə, yəni ki, bu işi ona görə görürəm, məqsədimdir, hədəfimdir. Adətən başa düşürük bu sözün mənasını elə əksəriyimiz eşidən kimi bildik. Yəni, muxtar bir varlıq, ixtiyar sahibi olan bir fail iş görən, xüsusi bir məqsədə çatmaq üçün bu işi görür. O məqsədin adını qoyuruq hədəf. Deyək ki, mən evdən çıxıram, hədəfim nədir, məqsədim nədir, gedəm, universitetə, gedəm, məktəbə, gedəm, məscidə. Bu olur məscid, məktəb, universitet, mənim olur hədəfim. Burada digər bölgülər də var, qayət deyiblər, xüsusi bir, deyək ki, cəhətə görə, ya qayə səbəb deyiblər, xüsusi cəhətə görə. Mən bu bəhslərə daxil olmuram, çünki vaxtımızı ala bilər. Burada bir məsələ var ki, bunu nəzərdə saxlamalıyıq. Bunlar hamısı müqəddimədir ki, Allah Təbarək və Teala'nın feillərində hədəfin olub-olmamasını üzə çıxaraq. Müqəddimə budur ki, Allah Təbarək və Teala muxtar varlıqdır yoxsa yox? Bəli, öz ixtiyarı ilə iş görür. Və biz insanlar da muxtar varlığıq, öz ixtiyarımızla iş görürük. Bunu bir mənalı şəkildə yadımızda saxlamalıyıq, unutmalı deyilik. Əgər bir dənə fail işi görən muxtar varlıq olarsa, o muxtar varlığın feillərində mütləq məqsəd, hədəf var. Heç bir ixtiyar üzündən görülən işin hədəfsiz olduğunu düşünməli deyilik. Bəzən ola bilər hədəf yaxşı olsun, yəni cəmaət bəyənsin onu, düşündürücü hədəf olsun. Bəzi hədəflər ola bilər boş hədəf olsun. Amma hədəf var. Hətta siz diqqət eləyin, bəziləri görürsünüz ki, o tərəf bu tərəfə gedir. Soruşursan ki, neyinirsən? Deyir, heç xüsusi bir hədəfim yoxdur, gəzirəm. Burada da hədəf var. Biz baxsaq, görsək, diqqətlə baxsaq, burada da hədəf var. Hədəfi nədir? Hədəfi budur ki, nəyisə düşünür və ya məsələn stresi var, o stresi atlasın deyə bu işləri görür. Hər hansı bir işimizdə mütləq hədəf var. Hətta filosoflar buyururlar ki, bəziləri var, görürsünüz, adət ediblər təsbihdən oynamağa, əllərində oynadırlar. Ya məsələn, saqqallarından oynayırlar. Orada da hədəf var. Bütün varlıqların, müxtar varlıqların işlərində hədəf var. Amma hədəf iki cürdür.
Bəzi hədəflər ali əsas hədəfdir, bəzi hədəflər isə dolayı hədəfdir. Misal üçün, bunları yadınızda saxlayın, ona görə deyirəm ki, çünki bizə lazım olacaq qabaqda, ya bugünkü dərsimizdə, ya növbəti dərsimizdə. Misal üçün, mən istəyirəm həccə gedəm, ya siz istəyirsiniz həcc ziyarətinə gedəsiniz, Allah hər birimizə nəsib eləsin inşallah. Siz həccə getmək üçün xüsusi işlər görməlisiniz. Bəzi işləri yerinə yetirməlisiniz. Məsələn, deyək ki, banka gedib pul ödəməlisiniz. Pasportunuzu, deyək, kimə verməlisiniz? Xüsusi bir adam var, ona verməlisiniz. Ona pesat vursunlar, icazə versinlər, viza almalısınız. Bütün bu mərhələlər, məsələn, təyyarə üçün ya özünüz, deyək ki, bilet almalısınız, ya da indi zəvvar başçısı deyirlər də, ona tapşırmalısınız. Bütün bu işlər sizin hədəfinizdir. Yəni, soruşurlar ki, hara gedirsən? Deyirsiniz ki, gedirəm bilet almağa, həcc ziyarətinə gedəcəyəm deyə. Bu da sizin hədəfinizdir. Amma bunlar hamısı dolayı hədəfdir. Əsl hədəf deyil. Bunlar müqəddimədir. Əsl hədəf üçün ki, həcc ziyarətidir. Həcc ziyarətinə gedəndən sonra sizdən artıq soruşmazlar, yaxşı, nə etmək istəyirsən? Həccə getmək istəyirəm. Niyə həccə getmək istəyirəm? Ziyarət üçün. Yaxşı, niyə ziyarət edirsən? Artıq burada sual dayanır. Çünki burada əsl məqsədiniz ziyarətə getməkdir. İndi burada istəyirik bir dənə meyyar verək. Meyyar da budur ki, əsl hədəflə o dolayı hədəfin arasındakı fərq nədir? Mən necə ayırım ki, bu əsl hədəfdir, bu dolayı hədəfdir? Əgər sual dayanırsa, bundan artıq sual vermək olmazsa olur əsl hədəf. Yox, sual dayanmırsa, yenidən davam edirsə, bu olacaq dolayı səbəb. Bir nümunə göstərim sizə. Deyirəm ki, filan işi nə üçün görürsünüz? Deyirsiniz, məsələn, filan işə çatmaq üçün. Filan işi nə üçün görürsünüz? Məsələn, Allah Təbarək və Teala'nın ibadətini yerinə yetirmək üçün. Deyirəm, niyə namaz qılırsan? Deyirsiniz ki, namaz qılıram çünki Allah Təbarək və Teala mənə deyib namaz qılın. Yaxşı, Allah Təbarək və Teala niyə deyib sənə namaz qıl? Çünki Allah Təbarək və Teala istəyir ki, mən kəmala çatım. Yaxşı, kəmalın mənası nədir? Kəmala çatıbcaqsa nə olacaq? Allah Təbarək və Teala'ya yaxın olacağam. Bu mənim kamilliyimdir. Allah Təbarək və Teala'ya yaxın olsa nə olacaq? Daha bu sualı vermək olmaz. Niyə? Çünki kəmalı tələb eləmək insanın zati xüsusiyyətidir. Elə ki, insan bu kamilliyə çatdı, yəni Allah Təbarək və Teala'nın qurbuna nail oldu, Allaha yaxınlaşdı, yəni əsl məqsədə çatdı. Artıq orada sual verməyin mənası yoxdur. Bu, insanın zatinin tələbidir və filosofların bir sözü var, zati bir şeyin səbəbi yoxdur, zati şeydən sual olunmaz. Ona görə də bəzilər sualı verir, görəsən mən cənnətə düşəcəm, sonra nə olacaq? Ya məsələn, deyək ki, orada yorucu olmayacaq bu kimi məsələlər. Ümumiyyətlə, sual yer mənasızdır. Çünki cənnətə düşmək ki, Allah Təbarək və Teala'dan qovuşmaqdır əslində, bu insanın zati tələbidir. Son hədəfdir. Son hədəfdən sonra daha sual yoxdur. Yəni, hədəfə çatmırsan sən. Bundan artıq daha sual yoxdur. Ondan sonra nə olacaq? Yaxşı, mən kamilliyə çatdım, sonra nə olacaq? Sonra yoxdur ortada. Sənin zati xüsusiyyətindir bu. Elə ki, ona nail oldun, daha ondan sonra demirsən. Əsl məqsədlər, əsas məqsəd, hədəf, o hədəfə deyirlər ki, ondan sonra daha sual bitir. Amma dolayı məqsədlərdə xeyr. Məsələn, niyə gedirsən, avtobusa minirsən? Çünki istəyirəm gedəm, məsələn, aeroporta. Aeroporta niyə gedirsən? Məsələn, istəyirəm gedəm, deyək ki, Mədinədə o aeroportda düşəm. Yaxşı, orada niyə düşmək istəyirsən, gedəm, məsələn, filan oteldə qalam. Yaxşı, filan oteldə niyə qalmaq istəyirsən, gedəm, məsələn, ehram geyinəm. Yaxşı, ehramın geyinirsən, artıq elə bir mərhələyə çatır, o zaman sual bitir ki, ziyarətdir, məsələn. Bunları yadınızda saxlayın, növbəti bəhsimizdə bunu araşdıracaq ki, Allah Təbarək və Teala'nın hədəfi ilə var yoxsa yox deyəcək ki, var. İnsanların hədəfi arasındakı fərq nədədir? Növbəti dərsimizə qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.